Salam əziz 4-cü siniflər, sizləri kanalımda xoş gördük. Biz bugün 4-cü sinif riyaziyyat 2-ci hissə dərsindən səhifə 73-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Gəlin başlayaq. Məsələ 8. Anar və Səbinə oyun oynayırlar. Oyunun qaydasına əsasən ədədlər yazılmış kartlar masaya üzü aşağı düzülür. Eyni vaxtda uşaqların hərəsi 2 kart açır və kartlarda yazılmış ədədlərin hasilini tapır. Hasil böyük olan oyuncu qalib gəlir. Verilmiş kartlara baxaq. 5, 10, 15, 20, 25, 30, 35. Və burada 5 artıb. Gəlin sualları cavablandıraq. Anar 10 və 15 ədədləri yazılan kartları açdı. Səbinənin açdığı birinci kartda 5 ədəd edir. Onun açdığı ikinci kartda hansı ədəd olsa o qalib gələr. Deməli, birinci sualımızda 10-u 15-ə vurarıq, edər 150. 155-i də 5-ə bölərik, edər 31. Deməli, onun açdığı kart 35 olsa o qalib gələ bilər. Keçək ikinci suala. Deməli, Anarın açdığı kartda 35 olsa o qalib gələ bilər. İkinci sual. Səbinə 15 və 35 yazılan kartları açdı. Anarın açdığı birinci kartda 20 ədədidir. O qalib gələ bilərmi? Deməli, 15-i vurarıq 35-ə, edir 525. Bəli, qalib gələ bilər. Üçüncü sual. Anar 25 və 30 yazılan kartları açdı. Səbinə qalib gələ bilərmi? Fikrinizi əsaslandırın. Deməli, burada 25-i 30-a vurarıq, edər 750. Deməli, fikrimizi belə əsaslandıra bilərik ki, buradakı ən böyük ədədlərin hasili 750-dən kiçikdir. Məsələ 9. Qanunlu uyğunluğu müəyyən edin. Fiqurun sıra nömrəsini və altıbucaqların sayını təsvir edən cədvəl qurun. 5-ci fiqurda neçə altıbucaqlı olacağını tapın. Bizə A variantında verilmişdir. 1, 2, 3. Cədvəl qurağı burada. A variantının cədvəli 1, 2, 3, 4, 5. Burada 1, 3, 6, 10, 15. Deməli, 1-in üstünə 2 gəldikdə 3, 3-ün üstünə 3 gəldi 6, 6-ın üstünə 4 gələndə 10, 10-un üstünə 5 gələndə 15. Deməli, burada 2, 3, 4, 5 gəlirik. Keçək B variantına. 1, 2, 3, 4, 5, 7, 10, 13, 16, 19. 7-nin üstünə 3 gəlirik 10, 10-un üstünə 3 gəlirik 13, 13-ün üstünə 3 gəldikdə 16, 16-nın da üstünə 3 gəlirik 19. Deməli, burada 3 artıb. Məsələ 10. Samir kağızdan kəsdiyi kvadratı əvvəlcə 2 yerə qatladı. Sonra qatlardan birinin üçdə bir hissəsini rənglədi. Rənglənmiş hissə kvadratın hansı hissəsidir? Deməli, birinci bizə bu şəkildə verilmişdir. Sonra onun üçdə bir hissəsini rəngləyəndə, deməli, rənglənmiş hissə kvadratın 6da 1 hissəsidir. Məsələ 11. Şəkildə hansı iki fiquru yanaşı qoymaqla trapesiya düzəltmək olar? Deməli, burada gördüyümüz kimi paralleloqramla üçbucağı yanaşı qoyduqda trapesiya almaq olar. Paralleloqram və üçbucaq. Misal 12. Bucaq AOB, bucaq BOC, bucaq COD və bucaq BOD bucaqlarının dərəcə ölçüsünü tapın. Gəlin, deməli, bunu tapaq. Deməli, bucaq AOB-ni. Bucaq AOB. Gördüyümüz kimi 40 dərəcədir. 40 dərəcə. Bucaq BOC. Bucaq BOC. Deməli, 140 dərəcə çıxılsın. 60 dərəcə edir 80 dərəcə. Bucaq COD. COD 60 dərəcə çıx 40 dərəcə edir 20 dərəcə. Bucaq BOD
bərabərdir 140 dərəcə çıxılsın 40 dərəcə edir 100 dərəcə. Hər birinin dərəcə ölçüsünü tapmış oluruq. Keçək misal 13. Sözlərlə verilmiş ədədləri rəqəmlərlə yazın. Bu ədədləri artan sıra ilə düzün. Deməli, bizə burada ədədləri rəqəmlərlə yazıb, daha sonra gəlin artan sıra ilə düzək. 0,6, 0,34, 5,3, 10,4. B variantında. 0,8, 1,5, 2,1, 2,13. C variantı 5,48, 5,5, 6,3, 6,2. Bugünkü tapşırıqlarımız bu qədər, əziz dördüncülər. Növbəti videolarımızda görüşənədək.